Əhməd ibn Həmbəl rahiməhullah deyir, bu həmən kiçik risalədə: Əcmə tis'unə rəculə minət təbiin. Tabiindən olan 90 nəfər kişi bu şeyin üzərində icma edib. Və əimmətil muslimin, həmçinin müsəlmanların imamları. Və əimmətil sələf, sələf imamları. Və füqəhəil əmsar, müsəlman şəhərlərinin, bəldələrinin fəqihləri bu şeyin üzərində icma ediblər. Əhməd ibn Həmbəl ətbə tabiindəndir və özündən öncə olan tabiin imamlarının ümumiyyətcə bu şeyin üzərində əhl-i sünnət alimlərinin ittifaq etdiyini, icma etdiyini nəql edir. Alə ənə sünnətəlləti tuvuffiyə anhə Rasulillahi sallallahu aleyhi və səlləm. Allah Resulü sallallahu aleyhi və səlləmin üzərində vəfat etdiyi sünnət budur. Yəni etiqad olaraq. Əvvəluhə ər-rıda bi qadailləhi əzzə və cəl. Bunun birincisi Allah əzzə və cəllənin qadasına razı qalmaq. Yəni Allah əzzə və cəllənin qədərdə yazdığı bir şeyin həyatda baş verdiyini görüb, xeyr və yaxud da şər, ondan razı qalmaq. Və təslimu li əmrihi, Allah Rəsulunun əmrinə, Allah əzzə və cəllənin əmrinə həmçinin təslimiyyət göstərmək. Və səbru alə hukmihi, Allah və Rəsulunun hökmünə səbr etmək. Və əxsu bimə əmərəllahu bihi, Allah Azza və Cəllənin əmr etdiyi şeyləri əxz etmək, yəni onları götürmək, onlara əməl etmək. Vəl-intihəu əmmə nəhəllahu anhu, Allah Azza və Cəllənin nəhy etdiyi şeyləri tərk etmək. Vəl-imanu bil-qadər xeyrihi və şərrihi, qədərin, xeyrin, şərin Allahdan olduğuna iman etmək. Və tərkul mirai vəl-cədəl fid-din, dində mübahisəni, cədəlləşməni tərk etmək. Vəl-məssu aləl-xoffeyn, xoflara məs çəkmək. Vəl-cihad mə kulli xalifətin, bərrən və fəcirən, facir və yaxud da salih olmasından asıl olmayaraq, əmirlə, xəlifə ilə birlikdə cihad etmək. Və-salat alə mən mətə min əhlil qiblə, qiblə əhlindən ölən hər bir kəsə cənazə namazı qılmaq. Vəl-imanu qavlun və əməlun yəzidu bi-ta'ətə və yanqusu bil-mə'siyyə. İman söz və əməldən ibarətdir, itaətlə artır, asiliklə azalır. Vəl-Qur'anu kəlamullah, Quran Allahın kəlamıdır. Munazzalun alə qalbin Nəbiyyihi Muhammed sallallahu aleyhi və səlləm, Allahın nəbisi Muhammedin qəlbinə nazil edilmişdir. Qeyrə məxluq min heysu tuliyə, məxluq deyildir. Oxunduğu yerindən də məxluq deyildir. Və səbru təhtə livə'is sultan alə mə kənə fihi min adlin əv cavrin. Sultanın, yəni rəhbərin, xəlifənin sancağı altında zülm də etsə, ədalətli də olsa, səbirli olmaq. Və ən lə nəxruc aləl umara bis-seyf. Və incərəv, əmirlər hədlərini aşsalar da, zülm etsələr də, qılıncla onlara qarşı çıxmamaq. Və ən lə nükaffirə əhədən min əhli təvhid və in amilul əl-kəbair. Tövhid əhlindən olan heç bir kəsi böyük günah işləsələr də belə təkfir etməmək. Vəl-kəffə əmmə şəcərə beynə əshəbi Rasulillahi sallallahu aleyhi və səlləm. Allah Rəsulunun əshabının arasında baş verən qarşı durmalar barəsində susmaq, durmaq, qarışmamaq. Və əftəlun nəs bə'də Rasulillahi sallallahu aleyhi və səlləmə Əbu Bəkr və Umar və Osman və Ali ibn Əmmi Rasulillahi sallallahu aleyhi və səlləm. Allah Rəsulundan sonra insanların ən əfsəli Əbu Bəkirdir, sonra Ömər, sonra Osman, sonra Allah Rəsulunun əmsi oğlu Ali radiyallahu anhum. Və tərəhhum alə cəmiyə əshabi Rasulillahi sallallahu aleyhi və səlləm. Allah Rəsulunun əshabının hamısını rəhmətlə anmaq. Onlara Allah Azə və Cəllədən rəhmət istəmək. Və həmçinin və alə əvlədihi və əzvacihi və əsharihi ridvanullahi aleyhim əcməin. Həmçinin Allah Rəsulunun evladlarını, zövcələrini və qohumlarını, zövcələrindən də olan qohumlarını xeyirlə yad etmək, onlara rəhmət etmək, onlara rəhmət istəmək Allahdan. Fəhəzihi sünnə, və bu sünnətdir.
sayılan şeylər. İlzimuhə, bunlara əməl edin. Bu Əhməd ibn Ənbəlin sözüdür. Təsləmu, salamatlıqda olarsınız. Yəni bu etiqadda olsanız, bu yazılan şeylərə, deyilən şeylərə əməl etsəniz. Əxsuhə hudə, bunları götürmək, bunlarla əməl etmək hidayətdir. Və tərkuhə dalalə, bunlardan hər hansı birini tərk etmək isə zəlalətdir. Bu Tabaqat-ül Hənəbilə kitabında 1-ci cildin 130-cu səhifəsində keçir. Bu Əhməd ibn Ənbəlin sözü idi. Və bunu bu saydığı bu şeyləri, bəndləri, bu maddələri nəql edir və deyir ki, 90 nəfər tabiindən olan kişi bunun üzərində icma edib ki, Allah Rəsulü bunun üzərində vəfat edib. Bunun adı sünnət adlansa da, bunlar hamısı əqidə məsələsidir. Yəni bu Risalənin əvvəlində Əhməd ibn Ənbəl deyildi ki, bu sünnətdir, Allah Rəsulunun sünnətidir ki, bunun üzərində vəfat edib. Biz fiqdən bilirik ki, sünnət Allah Rəsulunun sözləri, feilləri, tərk etdiyi şeylər, müstəhəb olan əməllərə deyilir. Qədim imamların risalələrində etiqad məsələlərinə də sünnət deyirlər. Yəni Allah Rəsulü hansı etiqadda olubsa, nəyə dəvət edibsə, nəyə tövsiyə edibsə, o sünnət adlanır. Əqidə mövzusu olsa da. Misal üçün Əhməd ibn Ənbəlin belə bir risaləsi var, Usul-u Sünnə. Sünnənin əsasları və yaxud da İmam Bərbəhərinin Şərh-ü Sünnə, İmam Bəğəvinin Şərh-ü Sünnə risalələri, digər əhl-i sünnət alimlərinin, misal üçün İmam Xəlləlin Sünnə kitabı. Onların adı sünnə olsa da əslində mövzusu etiqad məsələləridir, əqidə məsələləridir. Və burada zikr edilən şeylər də hamısı etiqad, əqidə məsələləridir.